Son zamanlar bilirsiniz neyi müşahidə eləmişəm. Bu qədər stəkan almışam, amma yalnız bu stəkanlardan istifadə edirəm. Gəlin bu gözəl stəkandan istifadə edək. Hələ mən buna 25 manat pul verməmişəm ki. Heç olmasa dadını çıxardaq. Siyirmədə belə bir Jakobs tapmışam, üçü birindən. Herkese salam kızlar, kanalıma hoş gelmişsiniz. Teze bir vlog başlayıram. Dünən də vlog olmuşdu. Bugün də vlog paylaşıram. Ümid edirəm ki, qrafikinizdə vaxt tapıb mənim videolarımı izləyirsiniz. Sizdən bir balaca siqnal istəyirəm. Like basın. Əgər vaxt tapıb baxa bilirsinizsə və davam eləməyə dəyərsə belə sürətlə video paylaşmaq, mütləq like basın bu videoya. Nəsə bugün özümü dəhşət yorğun hiss edirəm. Bağlama da gəlib. Uca bir gün Gülvari açmışam, baxmışam. Ya vəbşə bağlama yoxdur, ya dalbadal gəlir. Çünki biraz gecikmişdi bağlamalar hamısı. İndi birdən hamısı gəlib. Hər gün gəlir nəsə. Ona görə çəkib paylaşacağım sizin üçün. İndi isə birazdandan gedirəm lazera. Ona görə nə makiyaj, nə məxutum yoxdur, nə bijuteriya taxmaq. Buradan burada mən sizə o lazer haqqında danışmışam. 4-5 aydır ki, bir dənə tüküm də çıxmır və qərara aldım ki, yalnız o lazera gedəcəm bundan sonra. Bioxinin bu məhsulunu çox bəyəndim. Bəlkə də belə dalbadal eyni tipli videolar çıxmağı sizə biraz sıxıcı gələ bilər. Amma inanın ki, mənim günahım deyil. Bunlar fərqli vaxtlarda sifariş olunan bağlamalardır. Birdən gəldi, bəziləri gecikdi. Açmayıb saxlaya bilərəm ki, sonra açaram, amma səbrim çatmır. Həm də ki, bəzi pozisiyalar hansılar ki, mənim ürəyimcə deyil, mən onları qaytarıram deyə bunu vaxtında eləməliyəm. O gün sizə təklif elədim ki, bəzi videolar çəkim və saxlayım, sonra paylaşaram. Hamı dedi ki, yaxşı fikir deyil. Baxın, belə açmışam və bəzilərinə artıq uca baxmışam. Paltarları ütüləməyə, bir geyinməyə vaxt yoxdur. Amma belə xırda-xuruş şeyləri göstərməyi istəyirəm. Belə bir keys sifariş eləmişəm. Çoxdandandır ki, telefon üçün keysləri almıram. Səbəb isə odur ki, telefon dəyişməyə fikrim var. Amma son zamanlar ağlıma gəlib ki, mən telefonu dəyişsəm də belə bu telefonu da satası deyiləm. İki telefon mənə mütləq lazımdır iş üçün. Saçım hələ də yaşdı, amma evdən çıxmalıyam, gecikirəm. Uzun bir ara sonra təzə keys alanda elə bir hiss edirəm özümü, sanki təzə telefon almışam. Qalxıram belə yuxarı, lazer olan yerəm. Tam olaraq makiyajsız gəlmişəm və üzüm qıpqırmızıdır. İki belə fərqli otağı var. Deməli, ilk öncə öz qolumu göstərmək istəyirəm. İndi skrinləri də əlavə eləmişəm ki, siz tam əmin ola bilərsiniz ki, mən bu prosedura 4 ay bundan əvvəl gəlmişəm və bir dənə belə tük yoxdur əlimdə. Ona görə yalnız bu aparata gedəcəm mən bundan sonra, çünki effekti həqiqətən mükəmməldir. Bu dəfə isə bütöv bədənə gəlmişəm. Üzümü də eləyəcəm, qollarımı, ayaqlarımı və s. Və bu aparata gələrkən mütləq ayaqlarımızı qırxmaq ehtiyac var. Yəni, Aleksandritdə misal üçün biz tükləri uzadırıq. Burada uzatmaq ehtiyac yoxdur, daha doğrusu lazım deyil. Hətta özüm də arada özümü narahat hiss edirdim ki, gözləyirdim ki, tüklər uzansın ki, mən prosedura gəlim. Çox narahat olurdum. Burada isə qəşəng qırxıb gəlirsiniz və kökünə təsir edir bu aparat. Mən bunu başa düşdüm. Dərinin içində olan tüklər də yox olur və 4 ay ərzində, baxın, heç nə. Elə mən bu arada pediküra da yazılmalıyam. Məni isə belə gözəl qarşıladılar. Səhv başa düşmən, qəti reklam deyil. Yəni heç bir ödəniş bunu paylaşmaqla görə mən almamışam. Sadəcə bir tövsiyədir. Qiymətlərlə də maraqlananlar olacaq reylərdə bilirəm. Deməli, full bədən 45 manatadır hal-hazırda bu aparatla, amma aksiyadır. Amma inanın ki, Aleksandritlə 2 dəfə getdiyiniz yolu bununla bir dəfə gedəcəksiniz. Baxın əlimə. Heç nə, amma üstündən bir dəfə də keçməliyik. Üstdən biz başlayırıq. Aleksandritdən fərqli olaraq bu aparatda qəti ağrı yoxdur. Keçən dəfə də əsas bu səbəbə görə mən reklamı paylaşmadım. Aprel ayında gəldim prosedura, güya əməkdaşlıq eləyəcəkdik. Prosedur eləyəndə heç nə hiss eləmədim. Öyrəşmişdim Aleksandritə və fikirləşdim yəqin ki, bu aparat heç bir nəticə vermir və güvənmədim, paylaşmadım. Amma sonra gördüm ki, yox, mən səhvəm. Ona görə bu videonun altında mən həm Instagram
Instagramı qoyacağam, həm nömrəsi qeyd edəcəm. Həzəslanıb da yerləşir salon. Yəni ki, bir dəfə də olsa gedib siz özünüz də şahid ola bilərsiniz ki, nə dərəcədə nəticəli bir aparatdır. Bir dəqiqə qızlar, son videolardan birində mən sizə dedim ki, geymədiyi paltarları mütləq çəkəcəm sizə. Kim hansı paltarı bəyənirsə mənə yazar və mən təmənnasız verəcəm. Yəni ki, paylayacağım paltarları, hansıları ki geymirəm. Mən hələ ki vaxt tapıb onları bir-bir çəkməmişəm, paylaşmamışam. Sadəcə bu sözü dedim. Bəlkə də inanmayacaqsınız, o qədər mənə yazan insan var bu barədə. Axı siz elə paltarları görməmisiniz. Bəlkə heç sizin zövqünüzə görə deyil paltar, nə bilim. Bəlkə heç bəyənməyəcəksiniz və s. Ona görə yəni ki, belə yazmağı mənə təəccüblü gəldi. Vaxt tapıb onu da mütləq bir yaxınlarda çəkəcəm. Vallahi deyirəm, kimsə mənə desəydi ki, lazerlərin arasında ümumiyyətlə belə bu dərəcədə fərq ola bilər nəticədə, mən şəxsən inanmazdım. Bu arada 45 manat bədəndir və üz də daxildir qiymətə. Hazır olun ki, prosedur daha uzun çəkir, yəni ki 15-20 dəqiqəyə bitmir. Və prosedurdan sonra hardasa bir həftə 10 gün zaqar eləmək tövsiyə olunmur. Mən ümumiyyətlə gündən qaçıram, zaqar eləmirəm, belə bir qayda götürmüşəm özümə, bilmirəm, düz eləyirəm, səhv eləyirəm, mənə görə düz eləyirəm. Amma qızlar, qara qızları görəndə ürəyim gedir də. Bax, salyariya daimi gedən xanımlar var, qısa geyinirlər. Onları görəndə həqiqətən həsrətlə baxıram. Sadəcə öz dərimə heyfim gəlir, bilmirəm necə deyim, yazığım gəlir. Ona görə mən özümə qıya bilmərəm. Zaqar eləyəndə həmin an mən hiss edirəm necə mənim dərim sanki quru oldu, sanki yandı. Bunu mən hiss edirəm. Videoda təəssüf ki, bilinmir amma. Əllərim qırmızı olub. Həkim də dedi ki, bu deməli lazer düzgün olmur. Biraz qızarıb, amma videoda heç hiss olunmur bu. Və sonuncu mərhələ ayaqlar. Zaqar bədəndə əsas niyə görə bəyənirəm? Elə olanda bədən daha fresh, daha belə gözəl görünür. Ağ olanda isə yumşaq pambıq kimi görsənirsən. Biz isə burada proseduru tam olaraq bitiririk və yavaş-yavaş gedirəm mən evə. Fikirləşəsiniz ki, yalnız kosmetik zapaslarımız var, amma yox. Morozelkanın vəziyyəti də budur. Burada dolma, lobya, ətlər, şorbalar, birini gəlin çıxardaq. Bu tərəfdə isə ən sevdiyim blinçiklər qızardacam. Burada çoxdur, bu qədər yeyə bilməyəcəm. Sırağa gün mukbang çəkdim və cəmi ətli 4 dənə blinçik qoydum qabağıma. 4-ünü də yeyib qutarandan sonra dedim ki, nəsə heç doymadım və s. Sonra reylərdə gördüm, hamı yazır. 4 dənə o boyda blinçik yeyib və doymayıb bu. Bu nə qədər yeyir? 4 ətli blinçik özü nədir ki? Mən ən azından 5 dənəsini yeyirəm ki, normalına doyum. Bəzən reyləri oxuyuram və özüm şoka düşürəm. Amma da niyə hər cür insan var, neysə. İndi isə başqa söhbətini eləmək istəyirəm sizlə. Deməli, nişana bir fikrim var. Heç kim məni dəstəkləmədi, amma əminəm ki, siz dəstəkləyəcəksiniz. Orada süfrələr, nə bilim, stullar hamısı qırmızı rəngdə olduğuna görə mən fikirləşdim ki, hər gələn qonağa qırmızı bir hədiyyə verim. Hədiyyədən əlavə olaraq da bir qızıl gül. O da qırmızı rəngdə, sifarişdə eləmişəm qırmızı korobkalar. Özdəki hər korobkanın içində fərqli bir hədiyyə çıxacaq. Məncə çox maraqlı olacaq. Siz nə düşünürsünüz? Mağazada belə fərqli və maraqlı çörəyi gördüm. Yumşaqdır. Dedim ki, sınayım. Bu çörəyi o dərəcədə bəyəndim. Yumşaqdır. Bıçaq belə bunu güclə kəsirdi. Razmeri də balacadır. Ümumiyyətlə çörək balaca olanda mən xoşlayıram. Çünki tezə-tezə almağı sevirəm. Köhnə çörəyi tullamaq əlim gəlmir heç bir zaman. Ona görə elə balaca olmağı yaxşıdır. Salat çörəyi doğrayana qədər birdən görürəm ki, blinçiklərim belə dəhşət qızardılıb. Yanıb sözünü istifadə eləməyim, biraz çox qızardılıb. Çörəyini yeyib gərək bağlamanı açıb qutaraq bir-bir də göstərəcəm nələr sifariş eləmişəm. Mənə isə nuş, mən getdim. Birdən ayıldım ki, mən axı sizə sifarişlərimi göstərmədim, heç açmadım, heç normal özüm baxmadım. Gəlin bir-bir göstərim. Deməli, belə bir paketin içində brelok var idi, hansı ki, bu tərəfdən belə eləyirsiniz. Və burada fərqli... 777. Görürsünüz bəxtimə. Maraqlı brelokdur.
Və bunu mən Ruslana sifariş eləmişəm. Ona görə düşünməyin ki, mən ona heç nə almamışam. Bacınız ona brelok alıb. Görürsünüz nə gözəl hədiyyədir. Maraqlı brelokdur əslində. Mən düşünürdüm daha böyük olacaq. Şəkildə elə görünürdü, amma balacadır. Qiyməti 4 manatdır, amma məncə çox maraqlı bir şeydir. Bu arada videoda göstərdiyim məhsulların hamısının linki videonun altında həmişə yerləşdirirəm. Bu heç bunu qoyduq qırağa. Bunu isə özüm üçün sifariş eləmişəm və çox həyecanlıyam. Deməli, bəzi məhsulların üzərində öz adınızı, soyadınızı yaza bilərsiniz və belə balaca bir şkatulka gördüm. Misal üçün qonaq gedirsiniz və yaxud səyahətə gedirsiniz və 1-2 dənə zeyniyyat əşyası özünüzlə götürürsünüz. Deməli, üstündə Luboy yazısı yazmaq imkanı var. Mən yazdım Ayka 14. Belə açılır. Dəhşət balacadır. Elə mən də balaca istəyirdim. Misal üçün 1-2 dənə qızıl üzükdür. Bura qoydum, yerləşdirdim, bağladım və salam tam istədiyim kimi. Çox gözəldir. Hətta şrifti də özünüz seçə bilərsiniz. Rəngini də seçmək olur. Mən Ayka 14 yazdım. Qəşəngdir. Belə bir pijama sifariş eləmişəm. Ucu açıb bir yüngül var, baxdım. Qəşəngdir həqiqətən. Pijamalar nə qədər varsa elə o qədərə də ehtiyac var. Evdə təzə paltar geyinəndə özümü dəhşət xoşbəxt hiss edirəm. Bu cins şalvara görə çox narahatam. Adətən mənim şalvarlarım hamısı göy rəngdədir. Özdəki demək olar ki, eyni göy rəngdə. Mən də fikirləşdim ki, maraqlı olardı ki, belə qəşəng yaşıl şalvarım olardı. Necə də gözəl dartılır. Wow. Əsas odur ki, uzunluğu mənə normal olsun. Qalan şeylər boş şeydir. Beli uca yaxşı olacaq görürəm. Ən balaca razmerində götürmüşəm. Hamısını geyinib də göstərirəm. Sadəcə indi açıram. Sonra ütüləyəcəm. Keçən illər yadınıza gəlirsə, belə qısa trençkot dəhşət dəbdə idi. İndi isə biraz dəb dəyişilib və belə trençkotlar dəbə düşüb. Mən də fikirləşdim, sifariş edeyim. Çox xoşuma gəldi keyfiyyəti. Bizdən tikişlərə baxın. Materialı mükəmməl. Qəşəng endirimlə özdəki almışam. İçində astarı öz yerində. Sadəcə belə şeyləri ütüləmək üçün gərək buxar ütü olsun yanında. Bizim bu ütü isə Nastroyeniyə işləyir. Bu da Tefal markasına aiddir. Özdəki ucuz da almamışıq. 250 manata hardasa almışdıq. Deməli, gəh super işləyir, gəh yandırır. Pijamanı ütüləyəndə mən hiss eləməyə başladım. Gələ indi yandıracaq. Xodunu lap aşağıya saldım, amma sonra yaxşı ütülənmirdi. Bir təhər ütülədim sırf sizə göstərmək üçün. Qorxdum birdən trençkotu yandırıb eləyərəm, çünki çox qəşəng keyfiyyətindədir. Dəhşət bəyəndim mən onu. Payızda mənim üzerimdə onu tez-tez görəcəksiniz. Mən bu işləri görüncə təbii ki Instagramda baxıram səhifələrə, qızıl, bu, o, kəşfiyyətimə nə düşürsə. Keçən dəfə biz qızılın dalınca o şeyə getdik, Memara Cəmi idi, hara getmişdik. Ondan sonra mən başa düşdüm ki Instagram səhifələri izləmək lazımdır və maraqlı modellər olarkən uca gedib əmin yerdən almaq. Gənclikdə bir yer var, onların Instagramı o qədər mükəmməldir. Əgər üzük paylaşırlarsa, srazu razmeri yazırlar, probasını yazırlar, neçə qramdır və qramı neçəyə başa gəlirsə onda qiyməti yazırlar. Çünki başqa söz tapa bilmirəm, həqiqətən çox səviyyəli bir səhifədir. Ay kəşfiyyətə video düşsün deyə qışqırım. Qəsdən reylər çox olsun və video kəşfiyyətə düşsün deyə heç bir məlumatı videonun altında yazmayım. Hansı razmerdir, hansı probadır. O səhifədən mən 1-2 il bundan əvvəl özümdə qızıl zeyniyyat əşyaları almışam. Bundan əvvəl ümumiyyətlə qızıla qarşı elə həvəsim var idi. Hər ay mütləq özümə nəsə almalıydım. Belə bir qayda qoymuşdum özümə. Bir sözlə ora gedirik, orada bir dənə üzük bəyənmişəm. Elə gözəl bir şeydi. 7 qram qızıl, 750 eyyar. Daşları brilliant, bir sözlə aləm göstərəcəm. Bugün gedib ona baxmalıyıq. Ona görə tez bazar paltarları sizə göstərim. Bunları hamısını yerbəyer edeyim və getdik. Deməli, bu cins şalvarı qaytarmırıq. Çox gözəl eynimdə oturub. Uzunluğu mükəmməldir. Qiyməti 30 manatdır. Ən balaca razmer götürmüşəm. Bəzən cins alırsan və qəhti cins dartılmır. Bu elə deyil. Streçi o qədər çoxdur. Ona görə də belə mükəmməl göstərir figurasını. Bir sözlə mən çox bəyəndim. Korичневый bir kofta ilə kombin eləmək istəyirəm. Növbəti isə bu rozovi pijama. O ütü ilə az qalmışdı ki, mən bunu yandırım. Bir güc bala ilə bunu ütülədim. Bunu da qaytarmıram, qalır. Çox gözəldir, xoşuma gəldi. Sadəcə bunu təzə saxlayacağam. Siz bilirsiniz də son zamanlar belə bir təzə xasiyyətim çıxıb. Təzə paltarları təzə evə aparacağam. Bu da ən balaca razmerdir. 22 manat almışam bu pijamanı.
Pijamanın üstündən üst geyimi geyinəni görmüşdünüz. Təbii ki, belə geyinməyə fikrim yoxdur. Sadəcə tez bazar sizə göstərmək üçün geyindim. Trendyoldan buna bənzər qaranı sifariş eləmişdim. O biraz uzun, 2 il bundan əvvəl. O qədər nazik idi. Sadəcə adı idi ki, üst geyimdi, amma bu həqiqətən qalındı. Bununla 100% üşüməyəcəm. Bədəndə oturuşunu da bəyəndim. Tam yaxşı ütüləyə bilmədim, amma eybi yoxdur. Mən alanda kuponum da var idi və 40 manata başa gəldi mənə, amma buna bənzər bir şey minimum 100 manata alarsınız. Bunu konkretlə şiddətlə sizə tövsiyə eləyirəm. Peşman olmazsınız 100%. Yavaş-yavaş uca payıza uyğun paltarlara sifariş vurmaq lazımdır. Çox balacadılar, deməliyim. Bunların içinə siz tonalini doldurursunuz və səyahətə gedərkən istifadə edirsiniz. Və yalnız səyahət yox, misal üçün mən rayona gedirəm 2-3 günlük. O boyda tonalini özünə götürməyin nə məqsədi var? Bir dənə belə simvolu götürürsünüz, doldurursunuz və salam. 2 dənəsi bir yerdə almaq daha sərfəli olduğuna görə ikisini aldım. Bu kolyeye o qədər gözəl reylər var idi. O qədər gözəl. Bunu qızlar sırf reylərə görə aldım. Qiyməti 8 manat idi. Hamı tərifləyirdi. Mən də fikirləşdim, baxım görüm necə bir şeydi. Ya bu havalıdır. Uzunluğu burada təmizləmək olur. Belə etiketkası var. Bilmirəm bu nə firmadırsa. Yazılan təriflərə mən də qatılıram. Sizə tövsiyə edirəm. Xoşuma gəldi. Sevərək taxacağam. Yadınıza gəlirsə, gəlinlik premyerka eləməyə gedəndə orada baş taclar var idi, aksesuarlar var idi və s. Aksesuarların arasında belə bir gözəl abadok var idi. Onu saçma taxdım və elə xoşuma gəldi. Evə gələn kimi Temuda axtarışa vurdum ona bənzər bir abadok. Düzdür, keyfiyyətində yerinə göy qədər fərq var. Orada olan daha keyfiyyətli idi, amma bu da pis görsənmir. Belə bir qolbaq sifariş eləmişəm. Belə parıldısını gözləmirdim. Parıldayır. Və konkret deyə bilmirəm sizə, bəyənmişəm və yaxud bəyənməmişəm. Sanki belə iqruşka fason, uşaq fasondur. Qiyməti 6 manat idi, amma nədənsə qaytarmaq istəmirəm, qalsın. Ümumiyyətlə hələ ki, heç nə biz qaytarmırıq, göstərdiyim hər şey qalır. Bunun fərqli rəngləri var idi. Bunu qızlar qaytarmaq istəyirəm. Heç açmamışam. Sadəcə bu hissələrini bəyənmədim. Elə bir formada istehsal olunub ki, heç taxmağa da rahat deyil. Tutaq ki, modeli bəyəndim. Taxarkən də adam özünü rahat hiss eləyə bilmir. Boğazımda da belə göstərməyi istədim. Yenə də linkini qoyacağam, amma məncə almağa dəyməz. Bu nəsə bəyənmədim mən bunu. Nə görünüşü, nə rahatlığı. İndi girib baxmışam qiymətə 16 manat. Heç dəyməz. Mənim dişlərim vinirdir və onların arasına adi sap girmir, amma gigiyena və təmizləmək çox önəmlidir. Ona görə Temuda belə bir set tapmışam. Çox nazik saplar, hərəsi ayrı belə qulpuyladır. Əslində bu olmasa daha yaxşı olardı. Bir rulonda olsaydı yaxşı olardı, amma da neyniyək. 3 naborun içində 150 dənədir və qiyməti 4 manat 30 qəpik. Bunu isə Ruslan özünə sifariş eləyib. Bu stola qoymaq üçün belə bir figurka da əslində düşünürdü ki, daha böyük olacaq. Ümumiyyətlə belə şeylər sifariş eləyərkən mütləq santimetrlərə baxın. Bunun qiyməti 4 manatdır və çox balacadır. Hardasa 10-11 santimetrdir. Mən sizə həmişə deyirəm ki, manifest eləyin, öz arzuları reallaşdırın və onlar mütləq gerçəkləşəcək. Mənə bu təhkaş Ruslan hədiyyə eləyəndən sonra hər dəfə mən nəsə bijuteri üzüklər alıram, fikir versəz və onu yanında taxıram. Ürəyimdən hər dəfə keçirdi qəşəng brilliant bir əlavə olaraq üzük onun yanında. Qəşəng samballı və böyük. Gedib özüm ala bilərdim, amma istirdim sevgilim alsın. O üzüyü hər dəfə əlimdə görəndə öz-özümə deyim ki, bu iki üzüyü də mənim sevdiyim insan mənə alıb. Hər dəfə belə əlimə baxanda onu düşünürdüm. Və yəqin ki, evren məni eşidib. Təbii ki, mənim komplektimdə olacaq, amma Ruslan əlavə olaraq özündən bir dənə üzük və sırxaları o da almaq istədim.
Gedirik həm Ruslan üçün bir üzük baxmağa, çünki nişan üçün üzük onun üçün hələ də alınmayıb, həm də ki mən seçdi üzüyə realda baxmaq istəyirəm. Birdən şəkildəki kimi olmaz. Bu da qızlar həmin üzük. Dəhşət bəyəndim. Bu qaşları brilyantlı. 7 qram denk mənim razmerimdə üzük olsun və 7 qram olsun. Qaşları brilyant, dəhşət. 1800 manata belə gözəl dəst var idi. Bunu da çox bəyəndim. Sadəcə burada problem ondan ibarət idi ki, üzük mənə böyükdür. Sırğaları ayrıca almağa dəyər və yaxud yox, mütləq rey bölməsində yazın. Çünki sırğaların bağlanan hissəsi çox kipdir, qəşəng modeldir. Amma komplekt kimi almaq mənim üçün mənasızdır, çünki üzüyünü onsuz da taxa bilməyəcəm. Amma belə dəhşət gözəldir. Ümumiyyətlə burada bir neçə üzük mənim barmağıma tam oldu. Yəni ki, balaca razmerlər də var. Məsəl üçün bu üzüyün daşları brilyantlandı. Bunu da çox bəyəndim. Satıcı xanım da çox mülayim. Amma konkret bunların səhifəsini, hansı səhifədir, hansı polkadır deməyəcəm. Çünki mən deyəndə insanlar səhv başa düşür. Mən deyirəm ki, falan yerdə falan şey çox sərfəli qiymətədir, reylərdə başlayırlar. Reklamlar. Biz öz büdcətimizdən almışıq və qəti reklam deyil. Sadəcə kömək məqsədi ilə bu məlumatları ötürürsən ki, insanlar yəni ki, özünü yormasın, reylərdə yazmasın, soruşmasın və s. Siz isə səhv başa düşürsünüz. Buradakı əksər qızıllar 750 AR-dır və qaşları hamısı brilyantdır. Qiymətləri biraz yüksəkdir, amma modelləri o qədər gözəldir. Misal üçün bu qolbaq 3300-ədir. Videoda bilinmir, amma parıldayır. Mənim əlimə biraz böyükdür, amma model olaraq super bir şeydir. Qiymətli səhifədə baxıb sizə deyirəm, belə yadımda qalmayıb. Misal üçün bu sırğalar 1000 manata yaxındır, amma bunlar dəhşət bijuteriya bənzəyir deyə məncə almağa dəymir. Ruslan üçün təəssüf ki, heç nə seçə bilmədik. Ona görə sabah da gedirik, tam full bir günü onunla məşğul olacağıq. Mən isə buradan əli boş çıxa bilməzdim. 6 qram 89, yəni ki, почти 7 qram qızıl var, 750 AR və 40 sot brilyant. Razmer olaraq isə 15 yarımdır, əlimə tam olaraq kip oturur. Üzük seçəndə həmişə çalışıram biraz balaca alım ki, itirməyim. Ona görə bu tam oldu mənə. Burada da bu vlogu bitirmək istəyirəm. Sizə çox sağ ol ki, videoya axıra qədər baxdınız. Özünüzə yaxşı baxın. Sizi öpürəm. Sağ olun.